7 gündə beyni tanır. Bölüm 4 hipokams, yəni öyrənmə və yaddaş mərkəzimiz. Biz nə zaman ki, yeni bir hadisə yaşayırıq, yeni bir dil öyrənirik, yeni bir bacarıq öyrənirik, bunların hər biri hipokams vasitəsilə bizim yaddaşımıza ötürülür. Və bu hadisələrin hər biri duyğular vasitəsilə xatırlanılır. Yəni, əgər siz travmatik hadisə zamanı yüksək səviyyəli stres keçirdirsinizsə, o hadisəni yaşamaq üçün sizə sadəcə stresi hiss eləmək bəs eləyir. Və bu anlarda amigdala bəzən hipokampusun funksiyasını dayandır, hansı ki biz bunu keçən bölümdə öyrənmişdik. Hipokampusun funksiyası dayandığı zamanlarda insan yaşadığı hadisəni heç cürə xatırlaya bilmir. Hətta bəzən eşitmişsinizsə insanlar deyir ki, sanki hadisəni hiss eləyirəm və biraz xatırlayıram, amma özümü orada tam olaraq görə bilmirəm. Bunun səbəbi amigdala ilə birlikdə hipokampusun funksiyasını dayandırması ilə bağlıdır. Və əgər siz karantina kitabını oxumusunuzsa, orada baş xarakterin anasının ölümünü görərək keçirdiyi duyğuları hiss eləyir və yaşayacağı bütün cinayətlər zamanı o cinayətlərin hər birini unudur. Niyə? Amigdala bilir ki, anamın ölümü zamanı həmin duyğu mənə çox çətinlik yaratmışdı və mənə ziyan vurmuşdu. Və növbəti bölümlərdə isə onu xatırlamağım mənə yenə ziyan vuracaqdır.